Doktor, mənim allergik rinitim və asmam var. Bu niyə görə səhər və gecə saatlarında daha çox artır? Allergik rinit və bronxial asmadan əziyyət çəkən pasientlərimizin böyük əksəriyyətində toz allergiyası var. Toz allergiyasında tozun əsas tərkib hissəsi ev tozu akarlarıdır, gənələridir. Bunlar qapalı yerlərdə daha çox olur, xüsusilə yorğan döşəyin yununda və tükündə sürətlə artıb çoxalırlar. Ona görə də allergik rinit və bronxial asmadan əziyyət çəkən pasientlərimiz axşam saatlarında səhərə qədər 7-8 saat yataqda olduqlarına görə, qapalı mühitdə, qapalı ortamda olduğuna görə tozla kontaktı daha çox olur. Ona görə də onların şikayətləri səhərə yaxın öskürək, xırıltı, xışıltı, burundan nəfəs almanın çətinləşməsi, ağız açıq yatma, səhər yerindən durduqda qrip kimi oyanma, asqırma, burundan seli ifrazı, boğazda qıcıqlanma kimi şikayətlər şiddətlənir. Bundan başqa biz yatdıqda horizontal vəziyyətdə oluruq və belə bir vəziyyətdə burnun da, bronxların da qanlanması, yəni qanla dolması artır. Bu da şikayətlərimizi tətikləyən səbəblərdən biridir.